Hamı səni güclü tanıyır. Məni görən əxlaq söhbətlərinə girir. Sevirsənmi həyat yoldaşım? Xəyanət eləyib sənə? Ailəsini aldadan sizi çoxdan aldadacaq. Bu demək deyil ki, biz düşmənik. Niyə bu ailəli bəy tanınmış müğənniyə ilişir? Sizə mən kişi kimi baxmıram. Süddən çıxmış ağ qaşıqdılar ha. Show biznes deyil, bu kişi biznesidir. Xoş gördük və yenə mən Nigar Fərhad sualdan qaçma verilişindəyik və mənim çox səmimi dostum və qonağım bugün Qumraldır. Qumral ağzını açan kimi gündəm olur. Neynəsə gündəmdir. Bir çox qadınlar tənqid eləyir, bir çox qadınlar təbii olaraq tənqid eləyirlər. Əlbəttə ki, yəni niyə də tənqid olunmasın? Tənqid olunası bir gözəlliyi var. Tənqid olunası bir uğurları var ki, bunu məcazi mənayla deyirəm, anlayan anlayacaq nə deyirəm. Artıq bir çox şey əldə eləmiş bir qadındır və belə qadınlar adətən də tənqid olunur. Və düzdür, Qumral qalmaqallarda, yəni nömrə 3-lüyün içindədir. Amma Qumral bugün əsla və əsla qalmaqala girmirik və bu dəqiqə baş verən qalmaqalın belə müzakirəsini çox da aparmaq istəmirəm. Çünki biz zaten qalmaqalın babasıyız. Amma bunu bugün eləməyək. Bugün səni istəyirəm izləyicilər tanısın. Çünki mən səni tanıyıram. Mən bilirəm o həssas nöqtələri, mən bilirəm hara qədər gedərsən, nəyi açıqlayarsan, amma nəyi açıqlamaq istəmərsən. Yəni sadəcə duraq nöqtən var. Və o nöqtə çünki istəmirsən qəlb qırasan. Təbii ki. Amma mən səni biraz, çox dərinə getmədən, halbuki cavabları bilirəm, amma yenə də çox dərinə getmədən bir neçə sual verəcəm, amma bu sənə aiddir. Reytingə aid deyil, nə bilim, yeni bir şey çıxsın, ona aid deyil. Onsuz da reyting gözəldir. Onsuz da mən o qalmaqal dedik, yəni o qalmaqalı heç vaxt istəməmişəm. Həmişə qaçdıqca elə gəlib sanki özü məni tapıb. Mən sonra başa düşdüm ki, show biznesə daxil olmusansa əgər, bundan qaçmaq mümkün deyil. Gedib gəlib səni tapır. Bir də ki, show biznesdə bu işə də yarayır. 99% qalmaqalı olan insanlar zaten bunu gözə alırlar ki, tanınmaq üçün qalmaqalım olsa. Bu da normaldır, bu doğaldır. Bunu biri var süni yaradırlar. Mənim heç xoşuma gəlmir. Amma biri var bizdə özündən doğal alınır. Əsasən də mən başı bəlalıyam bu günləri. Nə desəm, nə oxusam, nə addım atsam görürsünüz də yer göy silkələnir. Amma bu gözəl də bir şeydir. Demək ki, sənin fikrin bir reaksiya alırsan kütlədən. Bunu hər kəs də show biznesdə bacarmır. Yəni söz deyəsən də və kütlə reaksiyasını alasan, bu ya qıcıq yaratmalısan, ya paxıllıq yaratmalısan, ya da həqiqətən də ədalətli şəkildə bir irad bildirirlər, ya da yanlışsan. Amma reaksiyanı yenə də almış olursan. Məsələn, o reaksiyanı çağırış edə bilirsən, bu möhtəşəm bir şeydir. Amma hamı sənin qalmaqalda olursansa ol, efirdə olursan, fərq etmir. Harda olursan ol, hamı səni güclü tanıyır. Düzdür. Amma mən də bilirəm ki, nə qədər də güclü tanısalar səni, sənin o bir dənə, sənin o ürəyin var, o başqadır. Mən o ürəyin müzakirəsini aparmaq istəyirəm. Sadəcə bəsit bir sual. Yorulmusanmı? Yorulmuşam, bəli. Bəzən o məndə olur ki, misal üçün biz xanımıq da, zərifik dedikdə, əslində o zərifliyin, belə deyim, düşünəndə ki, zərifəm, amma necə olur ki, bu qədər güclüyəm? Yəni bu qədər yüküm var çiynimdə, daşıdığım içimdə yük var, çöldə yük var. Yəni yük nəyə deyirik? Biz illərlə yığılana. Yəni birdən-birə bir şey olmur da. Həm istər sənət baxımından, həm istər ailə baxımından mən hər zaman mübariz insan olmuşam. Hər bir şeylə mübarizə aparıram və qalib gəlməyi sevirəm. Bu qalibiyyətin uğrunda da mübarizə aparmaq insanı yorur. Bəzən məcbursan hər dəqiqə güclü də olmağa, hər bir işə getməyə də. Yəni sən yorula da bilərsən, amma bilməməlisən. Bildiniz necə? Yəni belədir. Məcburiyyət deyilən bir şeylər var. Qumral, uşaq yaşında ailə qurmuşsan. Bəli. Yoldaşın da bu dəqiqə kameraların arxasındadır. Çox gənc yaşlarında ev xanımı oldum. Amma illər keçdi, keşməkeşli bir yollarınız oldunuz. Amma sevirsənmi həyat yoldaşım?
Özü burdadır. Bəli, bu bilirəm, özü burdadır deyə demirəm. Mən həmişə deyirəm ki, zaten sevgi olmadığı yerdə, yəni istək yoxdursa, biz bunu sevgi adlandırırıq. Amma sevginin heç nə olduğunu çoxsu bilmir. Sevgi nə deməkdir? Sevgi qurban verə bilməkdir nələrisə. Bugünkü gün hamı sevə bilər, sevirəm deyə bilər. Amma mən görürsüz ki, artıq 20 ildir ki, mən ailə sahibiyəmsə, mən yoldaşımla bir yerdəyəmsə, demək ki, nə qədər aramızda nələr olubsa, biz bu ailəni dağıtmamışıq, əllərimizi buraxmamışıq. Bu da o, yəni sevginin artıq təsdiqidir də. 2 övladımız var, böyük Allah. Bütün övladlara sağ. Amin Allah. Ola bilər ki, sən həyat yoldaşında tək onu bəy kimi görmürsən. Tək kişi kimi deyil də bir ata Bəli, kimi, olub. bir qardaş kimi. Mən onu həmişə demişəm ki, Natiq mənim elə atam kimidir, dostduq. Biz əsas dostduq. Mən onunla o qədər olub ki, dərdləşmişəm, yəni həqiqətən ağlamışam. Müəyyən çarəsiz olduğum vaxtlarda olub, tükəndiyim, stop demək istədiyim anlarda olub ki, o məni yenidən elə bir ki, necə deyim, uşağı kimi əzizləyərək, bir şeyləri deyərək, vəd verərək yenidən elə bir gücləndirib. Və belə bir anlarımız da olub bizim. Yaxşı, bax, sosial şəbəkədə, TikTokda və s. platformalarda sənin belə deyək, videoların, çıxışların gündəmi Bəli, o da- zəbt eləyir. Və mən əminəm ki, Natiq irad bildirir evdə. Ola bilməz ki, deməsin ki, ay Qumral, bax, bilirəm, səni özüm tanıyıram, bilirəm. Amma axı ətraf başqa şeydir və mən özümü narahat hiss edirəm evdə bir kişi kimi. Əslində bilirəm, baxın, belə bir şey də var da. Mən həmişə ona da deyirəm ki, mənim ruhum əslində bundan da artığını edə bilər deyə qumralam. Amma müəyyən mənim sərhədlərim var. Hələ mən elə deyəndə bəziləri həmin an gül ağızlarını açırlar, kommentariyada zəhərlərini tökürlər ki, yəni hələ sərhəddi var budur. Sərhəd olmasa nə edəcəksən? Güya qorxursan belə elə. Yox, o demək deyil. Mən nə edirəm ki, yazıq canım, mən bir dənə rəqsimi görürlər, səhnədə oxuyub rəqs etməyimi görürlər, onu qınayırlar. Amma yəni mən də istəyərəm ki, misal üçün elə şeylər var ki, bəzən düşünürəm ki, nəyə görə bu kimi xanımlar istədiyi kimi yaşayır, amma mən heç vaxt misal üçün öz içimdəki Qumralı yaşamadım. İstəklərimi mən yaşamadım. Qumralın həmişə istəyi nə düşündüm idi? ki, anam nə deyər, yoldaşım nə deyər, o bu nə deyər. Yəni həmişə o məndə sərhəd oldu da, bildiniz necə? Yəni içimdən qışqırmaq istəsəm qışqırmadım. O mənim içimdə boğuldu qaldı. Misal üçün deyirəm. Tullanmaq istəsəm tullanmadım ki, ayıbdır. Mən ailəliyəm, nə deyərlər? Ona görə də bu hələ bunun yarısıdır. Mənim Qumral olduğum və təsdiqlənən ki, bu Qumral belə qızdır, mən daha içdən tam fərqli adamam. Amma mənim analığım, ailə sahibi olmağım və gənc yaşlarında təbii ki, ailə qurmuşam. Heç özüm də bilməmişəm ki, uşaqlarım olandan sonra mən bunları necə böyütdüm, necə oldu bu illər keçdi. Hətta indi düşünürəm ki, ay Qumral, halaldır sənə. Sən özün də uşaq idin axı. İndi yenə də istəyərdin uşağın olsun. 3-cü dəfə. Əslində mən uşaq çox sevirəm. Məndə elə bir həm oğlan, həm qızdır. Yəni həmişə deyir ki, oğlan payı da verib Allah bizə, qız payımızı da. Biz siz nəyə görə indi həm də o tərəfdən deyir ki, gecdir, bəsdir. Çünki şərait deyim də mən sizə, baxan gücümüz də yoxdur. Mama Evdə kömək olar. tapılmırıq. Anam da işgüzardır da, bilirsiniz ki, işi Qaynana. gücü var. Qaynanam da. Bildiyim yəni- qədərinə münasibətiniz o qədər də möhtəşəm deyil. Limonidir bu aralar. Hə, Ya bu da deyim, aralar tam deyəndə ki, bütün aralarda baxın, limoni olur. mən bu qaynana mövzusunu hər zaman efirdə demişəm. Hər kəs yanlış anlayıbdı. Gəlin sizdə elə açıqlama verək. Bu qaynana mövzusu bu demək deyil ki, biz düşmənik. Mən hər zaman deyirəm efirlərdə, görürəm ki, səhv yazıb yenə də məlumat ötürürlər. Qaynanam efirə zəng vurmuşdu. Dedilər ki, bəs nə oldu? Aran yox idi, səni istəmirdi. Bəs necə oldu? Yığdı, qəşəng mehriban da danışdı. Mən başa sala bilmirəm. Deyirəm ki, qaynanam biz necə? Yəni soyuq insan da həmişə demişəm. Deməmişəm biz düşmənik, bizdə nəsə baş verib, yox. Qumral, ayda neçə Qızı dəfə kimi istəmişəm də, yəni sən istəmirsən ki, səni ana sağ kimi olun. yanaşsın, O amma cür biraz deyilik də, məsafəli yəni. ol. Bizdə rəsmiyyət var aramızda. Bax, ayda neçə dəfə yığırsan qaynanava və qaynanan neçə dəfə yığır? Yox, heç yığmıram. Bəs ən son danışığınız nə vaxt olub? Yadıma gəlmir heç. Heç yadında da deyil. Yox, Yəni nəsi, yadıma- nə Yox, o, nə- yoldaşımla danışır, bizə salam göndərir. Yəni mən səmimi. Mənə çox maraqlıdır. Natiq heyf ki, efirə qoşmadım. Natiqin özünün mövqesi mənə çox maraqlıdır. Yəni ana və sevdiyin qadının arasında bir divar var. Bir araya gətirə bilmirsən. Amma sənin yanındadırsa seçimi sənsən. Bəllidir.
Da yoldaşıyam da, mən ailəsiyəm, mən neynəsin? Mənim də anam var, məsəl üçün atam var, bacım var. Hansısa bir biz deyək ailə bağlarına görə biz öz ailəmizi nə dağıda bilərik, nə söz söhbət yarada Bugün bilərik. Təranə xanım desə ki, bəyənmirəm və Natiqi də istəmirəm. Yox, elə bir şey Kəsərsən əlaqəni. Yox, eləyə bilmərəm axı. Sən Mən tək Natiqdən, Qumraldan ibarət deyiləm artıq. Mənim ikimizin bir yerdə 2 övladımız var. Biz necə eləyə bilərik? Kimisə egosuna, kimisə sözünə, kimisə əsəbinə, istəməməyinə. Biz bir-birimizi istəyirik. Ailəmiz bir-birimizlə tamamlanırsa biz ana, ata, yəni bacı, qardaş bunlar bizə bata bilməz heç vaxt. Yəni mən düşünürəm ki, hər kəsin öz ailəsi var. Bu günləri də hər kəs nə qədər nə olsan da, hər kəsin o balaca yuvası var ha ki, ora girirsən. Orada sən ailəsən artıq, sənin öz dünyan var. Bax. O deyir heç kimin işığı Ay, sağ ol, başqa bir evə düşməz. düşmür. Qumral, sosial şəbəkələrdə qadınlar səni tənqid edir. Bir çox 90% qadınlar da tənqid edir. Mənə bir sən nə maraqlıdır? Bu qadınlara nə deyərdin? Hansılar ki, bax sən tənqid eləyirlər. Oxuyursan kənardan, görürsən ki, Bəli. özü bəzi halda hamıya şamil deyil. Ədəbdən, ərkandan danışır. Rəyə baxsan deyərsən ki, Bəli. bu qarşısında baş əyiləcək bir xanımdır. Amma girirsən səhifəsinə və görürsən ki, Allahım, ev dağıdar. Və elə bir xanımlarda yazığın gəlirmi onlara? Mən məsəl üçün elə bir insanlara yazığım gəlir. Düşünürəm, nə qədər yəni insan Bədbindir də, nə əlbəttə qədər ki, yazıqdır. Mən tək orada yox, bilirsiniz. Mən bu dəqiqə özüm üçün çəkilib qıraqda duran bir insanam. Mən nə qadın, nə kişilər, bəy istəmirəm o ortamlarda ümumiyyətlə nə qohum, nə əqraba, nə yaxın, nə evimin içinə, nə də özüm onların evinin içinə. Mən birinə yaxın duran kimi səs-küy baş verir, bilirsiniz. Nəinki bu belə kommentariyalarda yazan xanımlar da mən onları hardasa başa düşürəm. Çünki deyir o pişiyin ağzı ətə çatmayana deyir iy verir. Ola bilər də evdə xoşbəxt qadınlar deyirlər. Misal üçün mənim müəyyən uğurlarımı görüb qıcıq olurlar, rəqslərimi görüb. Biri deyir ki, göbəyi görsən desə bu qadın ola bilməz. Namus, əxlaq söhbət eləyir. Amma gəlin belə bir yanaşma edək ki, bu günləri bir dənə Qumral adlı bir şəxs bunu etsə, hamı gəlsin mənim üstümə. Mən razıyam həqiqətən. Və hamı bağlansa mən də bağlanaram, bu da bir mənalı deyil. Amma elə pillə var ki, baxırıq da, o hər cür geyinə bilir, ona xanım, xatın yanaşmalar, xanım adı vermələr və yüksək tutmalar. Bəzi gücü çatanlara da ki, hansı ki, kimə sizə, bizə daş ata bilənlər bizə daş atırlar, bizi tənqid edirlər. Amma gəlin baxaq, biz miyik tək belə halda vəziyyətdə? Elə adamların, valla istər yoldaşı, istər qızı, İstərsə də, yəni ətraf çevrə müğənnilərimiz olsun. Yəni bəzisinə olar, bəzisinə olmaz söhbəti ola bilməz. Mən bəli geyinirəm. Çünki mənim belə deyim də bədən ölçülərim buna icazə verirsə, mən 18 yaşında ailə qurmuşam. Mən o gün də dedim verişdə, mən də öz gəncliyimi tam istədiyim kimi etməmişəm. Çox gənc ailə quranda adətən insan o çılğınlığını tam yaşamır, bitməyib. Bu yoldaşım bunları məndə görsün də. Niyə görə onun bunun xanımında, kimlərsə qızlarda gözü qalsın ki? Çox gözəl bir açıqlamaydı. Əlbəttə ki, mənə yaraşırsa, mən də edə bilirəmsə, bunu edim də. Burada yəni ədəbsizliyin adı nədir ki? Elə ədəbsizliklər var, Nigar. Açıb qutara bilmərəm danışmaqla. Amma efirə olmaz, gündəmə, belə şeylər danışa bilmirik. Amma sən də, mən də həyatımızda var axı. Görürük də, yaşayırıq da, hər yerdə. En qədər. Elə şeylər var ki, insan desə, heç desə inanmazlar, bəziləri eləyirlər. Onu əsl eləyənlər var ha. Onlardan. Amma mən maskanı sevmirəm də. Bax, yəni məndə pis bir şey də olsa, özümü tərifləmirəm. Heç vaxt mən demirəm. Amma insan gərək danışanda da yekə böyük danışmasın. O böyük danışanları ekran arxasında da elə özüm də baxıb gülürəm ki, axı çünki biz sizin həyatınızı bilirik də. Yəni bunu lazım deyil. Bax, elə bir sirrin varmı ki, o sirri heç bir yerdə deməmisən, heç kəsə deməmisən. O səninlə qəlbindədir. Amma deyir, danışsam ölərlər, danışmıram, özüm ölürəm. Sir yoxdur, çox bilirsin niyə yoxdur? Çünki mən söz saxlaya bilmirəm. Bana görə çox adam da mən söz demir ki, sənin ağzında söz qalmır, nə mamam, nə bacım. Yəni mən saxlaya bilmirəm, elə bir ki, o məni narahat eləyir. Amma var, nə var o danışa bilmədiyim? Elə şeylərim var ki, düşünürəm ki, nə anama danışsam başa düşər,
nə yoldaşıma danışsam. Çünki o mənim öz içimdir. Mənim görmək istəyib, bəzi şeyləri yaşamaq istəyib yaşamadığım Qumral var. Hansı ki, bəzən isyan edir, bəzən uşaq kimi xoşbəxt oluram, bəzən ağlayıram içimdə, amma çölüm gülür. Mən elə bir qızam. İçimdə o bir tərəfim var da, orada mənim özüm varam. Yəni onu heç vaxt belə tam açıb buraxmadım mən. Qumral, Sıxıldım hər zaman. Natiq heç ürəyi qırıb, Olub, hə, qırıb. əl qaldırıb sənə. Yox, əl heç vaxt qaldırmayıb. Heç vaxt, bir dəfə söz də. də deməyib heç vaxt mənə. Amma ürəyimi qırıb. Çünki mənim yoldaşımın belə bir xasiyyəti var, soyuqqanlılıq var, sərt davranışı var. Birdən elə şey deyər, elə hərəkət eləyər ki, yəni sən gözləmədiyin anda, yəni düşünməzsən ki, adi bir nəyəsə belə bir reaksiya verər. Hətta çıxıb gedib evdən, elə olub ki, bəli. Xəyanət eləyib sənə. Natiq orada indi deyir, Nigar Fərhad. Harda sonralarda bayaq telefondan işarə eləyirdi. Deyəsən çöldədir, rahat danış. Hə. Buradayam dedi, səsi gəldi. Kişilərə xəyanət hər zaman mən, yəni xəyanət nə bilim hər cür Qumral, olur da, net, telefonla da, mesajla. Xəyanət eləyib. Deyim, hə deyim, yox. Daha uca hə demiş kimi varsan da bilirsən. Hə, bu sualı keçək. Yox, keçməyəcəm. Bura çox Yox, maraqlıdır. bura mən nə deyim, bu ailə içi Mənə məsələlər. çox maraqlıdır ki, sən bunu biləndə, öyrənəndə reaksiyan necə oldu? Çünki sən Elə şey var ki, yüngül xəyanət sayılır da. Mən deyim, dərin xəyanət olmayıb. Yəni belə deyim. Elə şeylər hər bir kişinin həyatında olur. Hər bir ailədə də olur. İnanıram ki, elə bir kişi yoxdur ki, onu muzeyə aparaq qoyaq ki, bunlar yaşanmayıb. Bu qadın bu kişi tərəfindən bu şeyi görməyib. Mümkünsüzdür desəm də heç kim inanmaz. Çünki kişi dediksə artıq kişi. Bunun arxasında o durur. Amma yüngül olub deyə keçmişəm. Çünki nəyə görə hər şey keçmişəm? Düzdür, küsülü qalmışıq. Amma anam ən çox bu şeyə belə zid göstərərək bizə deyib ki, ailəni dağıtmaq olmaz hər şey üstündə. Mən həmişə demişəm, mənim anam Natiqin anasıdır sanki, hər zaman məni yəni günahkar bilib, həmişə mənə deyinib, onun tərəfini saxlayıb və elə də bizi bir yerdə saxlaya bildi həmin dönəmlərdə. Həmin dönəmdən sonra Natiq təkrar nəsə yanlış bir şey elədimi? Yox, etməyibdi. Yəni yalan deyərəm, etməyibdi. Natiqdə bilirsiniz nələr baş veribdi. Mən onu indi sizə deyim də, özü orada olsa da, yəni mən bunu hiss eləyirəm. Yaşa dolduqca ailənin daha çox qiymətli olduğunu başa düşür. Ailəsinə ancaq ailəsi üçün yaşayır da, çox dəyər verir. Misal üçün başqa kiməsə qulaq asmır. Yəni əvvəllər biraz var idi o fikir dağınıqları, nəsə kiməsə söhbətləri, sözləri. İndi o ancaq bizi görür, məni görür, mən onu görürəm, iki övladımızdır. Yəni bizi artıq o şeylər elə bir ki, bilmirəm, o olğunluq deyirlər, nə deyirlər, o yaşa gəlib çıxmışıq. Çünki biz elə şeylər atlatmışıq ki, 4 fəsil yaşamışıq sanki ailəmizi. Çünki 4-ündə də fərqli, mən də fərqli olmuşam, o da fərqli olubdu. Artıq elə bir yerə gəlib çatmışıq ki, ikimiz dayanmışıq elə bil ki, bir-birimizi anlayırıq, biz ailəyik, böyük, yəni elə yaşdayıq. Sanki biz bizə necə olmuşuq, elə bir qocalmışıq artıq. Gözləyirik ki, yəni övladlarımız universitetə, ali məktəbə girsin, daxil olsun, sonra toyunu görək, belə elə bu fikirlərlə yaşayırıq. Artıq uşağın toyunu. Hə, özümüzü biz artıq keçmişik. Mən səni elə təsəvvür eləyə bilmirəm. Hə, mən eləyəm də. Mən qocalmışam. Məni çox şıltaq, başqa cür görürlər. Mənim həyatıma daxil olan, yanımda olan insanlar başa düşür ki, mən elə deyiləm. Bir-iki adam var, adını demirəm. Deməli, bunlar elə bildilər ki, özləri biraz şit hərəkətlər eləyirlər, reklamlar çəkirlər, nə bilim, gündəmə gəlirlər, sənət camiyyəsindəndir. Mən xoşlamıram. Mən bir dənə irad bildirəndən sonra onlar bildilər ki, mənim xasiyyətim o deyil. Yəni mən sevmirəm də. Mən ola bilər deyim gülüm, biraz yumoristik nələrəsə davranım. Belə içimdə o var. Amma o demək deyil, mən xoşlamıram şit. Ümumiyyətlə nə şit bəylərə, yəni belə reaksiyam çox sambal, keyfiyyət daha üstündür mənə görə. İstəyir xanım olsa, xanımın da xanımlığı olar, duruşu ilə, danışığı ilə. Siz maşın sürəndə belə mən o xanımlara diqqət edirəm ki, görüm qıraqdan bu xanım özünü bir xanım olaraq necə aparır, necə görsənir. Yəni valla indi biabırçı vəziyyəti də bilirsən özündə. Müəyyən şeylər var ki, xanımlar, xanım xanımlığı ilə gözəldir, bəy də karizması ilə gözəldir.
Çox qəşəng bir Ona sözdür görə bu. bəli, mən istəmirəm ki, bizim bəylər indi açırsan TikTok şəbəkəsidir, istər Instagramdır, nəsə göstərmək üçün, səhifəsi tutmaq üçün, satmaq Hələ o üçün. belə bəzi səhifələrdə belə qollarını zaten şişirdirlər, Oy, oy. güzgü özlərini çəkir. Ay Allah. Görürsən, ikimiz də xanımıq və buna reaksiyamız necədir? Pisdir. Allahım, görəsən bu bəylərə demək lazımdır. Qurban sizə. Nə olar? O çox İndi iyrəncdir. xanımlar var da yəqin də onların da elə xoşuna gəlir. Elə Amma şey. bilirsiniz, kişi əvvəldən kişi nə deməkdir? O ciddilikdə, nə bilim, valla kişi sözü ilə, oturuşu ilə, nə bilim, kişi deyəndə biz ayrı cür belə də özümüzə formalaşdırırıq. Atalarımızdan, Bu nədir? babalarımızdan. Selfilər çəkib qoyurlar. Hər yerdə şəkil, video. Biz qadınlar görmüşük də selfi çəkər. Bu kişi də selfi çəkirsə, bizim sizdən nə daxı fərqliliyimiz? Güzgü o sport zallarda güzgünün qabağında. Yəni mən bədənlərini göstərirlər. Allahım, Allahım. Onun içi boşdur, valla. Deyim ki, o bədən stili də bu dəqiqə bütün qızlar elə O bədən proteinlə stili olan bir yox. şeylərdir də, valla özü deyil axı. Şiş, hara qədər şişəsin, olğun- partlayacaq. O olğun qadınlar elə tip heç bəyənmirlər də. Onlar belə samballı, Təbii ki. ağır gəlib batman gedən deyirlər. Təbii ki. Elə kişinin məncə elə xarizması da odur ki, Mən həmişə demişəm, pul heç bir əhəmiyyət kəsb eləmir ki. Yəni pullu kişi belədir, bədənli kişi elədir. Yəni kişinin xarakteri birincidir. Çünki sənin imkanların ola bilər. Gəlib kimsə sən hədiyyə verib nəsə bir xanımın ürəyini qazana bilərsən, amma o xanım günbəgün səninlə oturub durduqca görəcək için o deyilsə, Hə, hə. özünü buraxacaqsan. O deyəcək sənin başına dəysin bu hədiyyələrin də başqa vallahi, şeydə. İndi bəzi kişilər var ki, bəziləri qadından çox özünə baxırlar. İndi normaldır, doğaldır kişi deyir ki, gedirəm lazerə. Yox, lazeri baxır da. Lazeri deməyə, bu şeylər var. Kosmetoloqa gedirəm. İndi gözləyirik də çox vaxtdır ki, növbəmiz indi saat baxımını. Baxırsan, bəyən biri çıxır, biri girir. Qoca kişilər də biri çıxır, biri ay baş olsa deyir. Siz nə istəyirsiniz? Burada botoks. O pis görsənir valla. Mimikaları itir, üz arvadlaşır artıq. Çox qəribə bir şeydir, həqiqətən də. Saçlar rənglidir, nə bilim. Bütün gözəl bir lazer də eləyirlər. Nə bilim belə Abdomen eləyirlər, hər abdomina, sonra nə liposuksiyalar. Nə xanım öz yerini bilir, qadınlar, nə bəylər öz yerini bilir, nə uşaqlar öz yerini. Elə pis dövrə gəlib çıxmışıq ki, bəzən deyirsən ki, bu dövrdə səni tənqid edirlərsə, bax bu qədər şeylər var da. Mən hətta TikToka baxıram. O TikTok elədir bu cəmaatı belə. Məncə də Yoxsa elə razıyam. bunların içində bu idi TikTok bunları çıxartdı çölə. Hələ də başa düşə bilmirəm ki, nə baş verir. Məncə TikTok baş verəni normallaşdırdı. Yəni sadəcə üzə çıxartdı. Məncə də üzə çıxartdı da. Çünki Demək, nə bu oldu? altdan TikTok sən demir olurdu ki, da. dur məcbur belə elə. Yaşlı xanımlar, qadınlar, nənə olası qadınlar, Görmüşəm dişləri o yoxdur. videoları. Girib ora nə hərəkətlər edirlər. O nə geyimlərdir, o nə Mən hərəkətlər. elə şey qarşıma sonra sənə göndərəcəm. Dəhşətli bir şeylər baş verir. Bax özün indi bu cəmiyyədəsən. Sən məsəl üçün show biznesdə hər kəsin o maska taxıb efirə çıxmaları bir başqa. Amma əslində arxada nə hoqqadan çıxırlar çox qəşəng bilirsən. Əlbəttə ki. Bax hətta bu cəmiyyədə elələri var ki, biz bilirik ki, evli bəylərdən uşaq dünyaya gətiriblər. Nə bilim, ailə deyirlər, ərim deyirlər, cəmaatın ərinə ərim deyirlər. Bu xanımları da həyatda tanıyırıq biz. Yəni üz-üzə gəlirik tez-tez. Bax indi bu dəqiqə bizi izləyən və ikili münasibət yaşayan qadınlar haqqında nə deyərdin? Sənin bu mövzuda fikrin mənə çox maraqlıdır. Baxın, birinci belə yanaşmaq istəyirəm ki, sevgi hər zaman azad olubdur. Sevgiyə heç vaxt sən qarşısına dur demək olmur da. Yəni bir insan artıq sevirsə, o baxmır ki, sən onun qarşındakı xanım və yaxud da bəy ailəlidir ya subaydır. Çünki sevgidir də bu içdə oyanan bir alovdur. Bu atəşi söndürmək, yəni qalır sənin o iradənə. Sən bunu ailəli görüb dur deyəcəksənsə, özündən bacaracaqsansa, bu duracaq. Yox, sən o atəşə doğru yürüyəcəksənsə, türklər demiş ki, o alovlana, sonra da sənin özünü yandıracaq. Belə Yaxşı, bir şey bax. var. Amma indi gəlirəm ora ki, bizim bu camiyyədə niyə evli adamlarla? Baxın, ilk öncə tək xanımları qınamaq olmaz da. Yəni bu bəy də artıq bunun ailəsi varsa, niyə bu ailəli bəy gözü ailəsində deyil də gəlib gündə bir tanınmış müğənniyə yəni ilişir, özünü
başını bəlaya salırmı deyim, özünü neyini. Bax, bilsən, hədiyyələr verir. Bu məbləğlə, pulla, kliplə, efirlə, bax, bu əlində tutur. Bu bir yerə qədərdir ancaq. Mən hamısına həmişə demişəm. Demişəm, ola bilməz ki, bu bəylər sizi axıra qədər sizin olar. Birinci ailəsi var. Elə aldatması gərəkməyən, yəni odur da, aldatmasaydı elə onu da aldatmazdı. Ailəsini aldadan sizi çoxdan aldadacaq. Bu demək deyil, elə mən bugün varam, pis. Və bu qadınlara nə tövsiyə eləyərdin? Məsəl üçün, Qadınlar- evli, bilir ki, əri tanınmış bir müğənni ilə bir yerdədir. Bu xanıma nə tövsiyə eləyərdin? Bu evdəki xanıma, Evdəki yazıqlara. bilir Bilir, ki, yoldaşı filan tanınmış xanımla bir yerdədir. Bütün sosial şəbəkələr bar-bar bağırır. Elə bir xanım. Bilirsiniz, əslində xanımları belə eləyirlər. Bu mən özüm də ailəlimdə görürsünüz. Yəni Məsəl üçün, bilsən ki, Natiqin həyatında illərlə kimsə var. Yox, mən heç vaxt dayana bilmərəm axı. Yəni elə mən həyatda belə görürəm, düşünürəm ki, bu gözəl xanımlar necə həqiqətən deyəsən eybəcərdilər? Yox. Öz xanımınız da gözəldir axı. Demək ki, bu kişinin bir nəfs deyilən bir şey var da. O doymur, gözü də doymur, ürəyi də. Yəni bu da gözəldir də. Yəni xanımdılar da, fərqi nədir? Sən o birisini tutdun bəyəm, onu axıra qədər apara bildin. O ola da nə qədər xanımlarla birgə yenə də nəsə yaşadınsa, yəni bu kişilərdə də Bilsəydin ki, Natiqin həyatında illərdə bir başqa qadın var. Neyniyərdin? ayrılaram. Onda artıq heç bir nə övlad, nə bir şey, yəni deyərək özümü dayandıra bilmərəm də ki, yəni durmalısan. Çünki artıq onun sevgisi, düşmən də olmar, amma bu şey də var. Mən həmişə otururam bəzən qabağımda, belə dost kimi. Deyirəm, nə vaxtsa məndən doysan, yəni istəməsən də, görürsən ki, soyursan da, yəni məcbur deyil ki. Nə olanda ki, biz ailəliyik. Dost kimi, məni aldatma. Denən ki, alınmır, artıq yəni istəmirəm də, bezirəm sənlə yaşamaqdan, nəyisə eləməkdən də, belə bir yerdə istəmirəm yaşamaq. Dostcasına biz ayrılaq. Və yaxud da kimsə istəyirəm, bağlanmışam. Mən onun özünə də deyirəm ki, bunu mənə denən. Nə olacaq ki, insandır da, məcburdur elə mənlə axıra qədər. Bəlkə istəmir, nəsə ailə deyib məcbur qalır mənim yanımda. İstəmərsən o Ay pozisiyada Allah, olasan. məcburiyyəti sevmirəm. Məcbur mənim kişi yanımda qalarsa onu heç vaxt istəmirəm. Sevərək qalsa amma məcbur uşağım var. Uşaqlarına görə bəs ailəsini dağıtmır. Yox, qoy dağıtsın, elə eləməyə lazım deyil. Yəni bir xanım varsa onun həyatında və yaxud da sevirsə kimisə, mən neynirəm ki, mən yalana gözdən pərdə. Mən pərdəli yaşamıram heç vaxt. Yox, gəlib deyir ki, sən mənim baş tacımsan, sən mənim həyat yoldaşımsan. Amma Eyb kimsə yox, də amma var. ya var. Yox, olmaz da. Mənim elə bir xasiyyətim var ki, nəinki bu həyat yoldaşı, anam olsun, mənim rəfiqəm yaxşı ki, yoxdur, rəfiqəm olsun. Kim olur olsun, mənimdir, mənə məxsusdur. Məndən o tərəfə, yəni mən onu paylaşa bilmirəm. Yəni ikinci bir sən olasan, gələ səndən mehriban olmaz. Yəni mən heç bir Mən kəsə çox yaxın... bəyəndim bu fikri. Həqiqətən çox adam bu qədər dürüst deyil kameraya. Yox, mən də bilirsən də, bilirəm. mən kimdən çəkinirəm? Yəni gəlib desə ki, Qumral, oldu da, olub da, indi anlayışla yanaş. Əsas sənsən. Olubsa, biri var, yenə deyirəm, o yanaşmanın fərqlidir də. İndi belə olub keçən bir şeydirsə, belə deyək, xəyanətdirsə, Olub keçən deyil. olub keçəndirsə, İllərdir. keçərəm bəlkə də. Amma o İllərdir, sevirsə, 4 ildir, 5 illər ildir. varsa, artıq onu nəsə yaşayırsa, kimləsə qıraqda, mən onu necə göz yuma bilərəm ki? Nəyə görə? Mən özüm gəncəm, gözələm. Şükür Allah, hamının gözü Qumraldadır. Onda elə çıxır ki, mən özümü qurban verib, elə gəncliyimi də qurban verib, elə axıra qədər Natiqdən qalıram. Hansı ki, o kişi də məni sevmir, başqasını sevir. Mən də özümü orada qul eləyib, həyatımı da söndürüb yaşayıram. Sənə demir axı o başqasını sevir. O deyir ki, yo mən səni sevirəm elə. Necə məni sevir ki, həyatında ikinci adam var, elə şey olur. O hansı məntiqə dayanır, ay nikə? Deyir elə demir axı. Yaxşı, məni də sevir, onu da sevir, o necə? Çünki var da bu show biznesdə belə bir şey ki, öz O xanımına show deyir ki, biznes mən canım mənim. Show biznes bilirsiniz nədir? Show biznes deyil, bu kişi biznesidir. İndi mən demişəm ay nə ki, qəşəng bir söz istifadə kişi biznesidir deyir. Aha. valla bu günləri kimsə nəyisə görə bədən əməliyyatı, bax məsələn etapları danışım da. Birinci gedirlər həkimə. Hə. Gözəlləşdirirlər bədənlərini, sonra üzlərini.
Kosmetoloqa gedirlər, saçları əkirlər buracan. Neynim, bir dənə mütləq mahnı oxumalıyam, efirə çıxmalıyam. Bunun üçün də neynəməliyəm, kişi tapmalıyam. Aha. Bu kişini də bu bədənlə, saçla, üzlə bir təhər yoldan çıxardırlar, çıxırlar efirə. Sonra efirdə deyirlər ki, anam mənə kömək eləyir. Sadəcə və sadəcə. O birisi deyir atam, bu birisi deyir babam. Çox maraqlı fikirlərdir. Yəni bilirsiniz necə? Bu elin gözünü Buradan əslində aldatmaq. atmaca attın da. Əlbəttə ki, çoxsu bugün gülməli gəlir də mənə. O vitfasonla, o geyimlə, o səslə, o dura bilmirlər. Səhnədə bilmir nəyi necə eləyir. Yəni gülməyim gəlir ki, axı ay qız, ay xanım, nə məcburdur? Yəqin tanınmaq istəyir də. Bax sən tanınmısan. Vallahi tanınmaqdan ötürü deyil, daha irəli gedib daha bahalı, pullu, Daha biznesmen pullu bir kişi tapmaq üçündür. Burada indi bu dəqiqənin Siz niyə? Daha pullu kişi daha çox imkanları olur da. Tapa Ev ala bilirlər biləcək. ki. Çoxsu şanslıdır, tapa bilir, niyə bilmir? Eləcə çıxan kimi artıq götürürlər. Elə bil 1 kilo. Öldürəcəklər. Elə bil 1 kilo kartofeldir satırlar. Deyir bahalı çıxan kimi bunu da götürürlər. Hə, eləsi var da, Qumral, bax- şansı gətirir. Bu dəqiqə tanıdığın, bu həyat tərzini yaşayan biri varmış o biznesdə? Mən tanıyıram, o heç bir. Sən tanıdığın Necə yəni var. bu Yəni, danışırıq dəqiqə. belə tipdə adamlar? Hə, bu tipdə şou Əlbəttə ki, çoxdur. Baxın, bəzisi çıxır göstərə bilir, bəzisi də çıxıb göstərə bilmir. Qalıb orada, yana ki, nətər eləyim, bu getdi, nələrsə qazanır, gedi qabağa. Mən tapa bilmirəm. Elə bilirlər ki, elə o efirə çıxan kimi vəssalam düzüləcəklər. Və bu bilirsiniz, ondan artıq kişilər də, bəylərin də necə deyim, fikirləri məncə ağıllanıblar, bəlkə də bəziləri. Çünki görürəm. Həqiqətən. Məclislərdə əvvəl nə qədər pulu səpən bəylər var idi məclislərdə, indi onu eləmirlər. Bu məclislərə gedirsən də. Əlbəttə ki. Düzdür. Bu məclislərdə natiq özü aparır səni yoxsa? Əlbəttə ki. Hər Yanındadır. yerdə natiq var. Yəni bunu mən elə belə heç Bəs vaxt efirə sənlə demirəm, hamı bilir. Sənə şəkil çəkdirmək istəyəndə. Böyle kimsə. çəkdirirlər normal halda. İstəyir bəy olsa, istəyir xanım. Gəlir durur normal yanımda. Bir də görürsən eləsi var, gələn kimi belə eləmək istəyir. Götürürəm qolunu çəkirəm ki, ay kişi, icazə verdi şəkil çəkdirəsən də. Məni niyə qucaqlamaq istəyirsən sən? Başın xarabdır. Elə hallar olur, bu insanlardır. Bəziləri də cahildir axı, bilmir necə. Elə bilir ki, elə mən şəkil çəkdirim. Siz mədəni insanların yanaşması mədəni olur. Cahillərin cahil olur. Oxuyur bəzisi, savadlıdır, bəziləri savadsızdır. Elə oradaca nə görür? Misal üçün, savadlı, dünya görüşlü insanlar bizim məni fərq yoxdur sizi, yəni kimisə görəndə orada misal üçün o cür şərhlər yazmaz. Biz bilirik ki, bunlar cahillikdən irəli gəlir. Ay sağ ol. Bax bunu müzakirə elə. Çox qəşəng bir fikirdir. Bax orada şərhlər var. O şərh, çünki sən də reaksiya verirsən, əsəbləşsən, mən də tanınan Lüboy istənilən bir insan o şərhləri oxuyanda istəyir adamı görsün. Çünki sən mən evimin içi deyilsən axı. Sən mən desən necə bilə, onu mənə orada dəqiqliklə yaza bilərsən. Diqqət eləmsən, bunlar hamısı saxta hesabdan olur. Əlbəttə. 99% girirlər özlərinə 3-4 dənə hesab açırlar. Elə Siz niyə? Mən deyirəm ki, məsəl üçün, əgər Nigar Fərhad olaraq siz harasa gedirsinizsə, sizi qucaqlayıb, lap şəkil çəkdirib, öpürlərsə, sevirlərsə, bu onda hansı kütlədir? Kimdir orada oturub bizi bəyənməyən? çox Neçə restorana gedirəm, məkanlara, mən proqramlara, məclislərə, açılışlara. Hər yerdə getdiyim yolda lakko deyib qaçırlar üstümə, ay nə bilim də belə. Nəsə deyib qaçırlar, mənə şək. Yəni bu istəkdir də, bu sevgidir. Bəs Və yazanlar məni kimdir o sevməyən kütlə, mən axtarıram, həqiqətən. Mən həmişə deyirəm ki, çıxın da qabağıma. O məni söyənlər, tənqidlər, təhqirlər. Yəni yoldaşımla danışırlar. Sən yaz da onun nömrəsinə. Direktinə, səhifəsində hamı bilir. Sözün var ona yaz, görüş, o sənə də desin, sən də ona de. Budur, deyərəm ki, əsl kişisiz, düz deyirsiniz. Get, gəl, nə bilim, nəsə elə, bu. Yoxsa atdan kişiliklərini göstərirlər sanki, bir-biri ilə duellaya çıxıblar. Ay, bu belədir, o elədir. Güya ki, mən oxuyuram deyə, mənim yoldaşımın üzərinə çox gedirlər ki, bu niyə oxudu, bu niyə burcutdu, bu niyə neynədir? Səhnədir bu, səhnədir, mən evimin xanımıyam, evimdə mən anayam, yoldaşam. Yəni mən evimin işini, mənim kimi, mən həmişə niyə özümü tərifləyirəm? Çünki görmürəm, ay Nigar. Bu səhnə sözünü biraz açıqlayaq. Çünki televiziya sektorunu anlamayan insanlar, səhnədir bu. Hamımız deyirik ki, səhnədir. Bu adamlar anlamır ki, nə olsun səhnədir deyirlər. Baxın, biz heç vaxt tanınan insanlar heç vaxt
ancaq kamera qarşısında olurlar. Yəni deyim ki, qarşısında 100 min insan dayanır və o orada oynayır, o 100 minin qarşısında. O elə deyil. Səhnə həmişə sizin ulduzları görürsüz. Onlar həmişə bir neçə kameranın qarşısındadılar və səmimi dostlarının, yəni necə məsəl üçün mən Qumralı tanıyıram, Qumral məni tanıyır. Siz izləyəcəksiniz, siz görməmisiniz, tanınmırsınız. O sizin qarşınızda gülüb danışmır. Bəlkə də həyatda onları görsən belə ağırcasına deyəcəksən, necəsən, nətərsən, görməmisən axı, tanışlığın yoxdur. Əlbəttə ki. Amma sizlə Qumralın arasında məsafə var. Amma mənlə Qumralın arasında məsafə olmadığı üçün biz burada səmimiyik. Artıq adam olmadığı üçün səmimiyik. Sizin gördüyünüz səmimiyyətdir. Hansı ki, kənardan kamera qoyulub, biz səmimi bir normal bir danışıq aparırıq. Bir də belə bir şey demək istəyirəm ki, üzr istəyirəm sözü ki, gəl biz səhnəni tutaq ki, məni bir efirə çağırıblar. Elə sən də dəfələrlə efirində olmuşam. Yəni tutaq ki, mən belə oturmuşam, oxuyanda belə durub oxumuşam. Bu məni izləyən kütləyə, izləyiciyə nə qədər xoş gələ bilər. Mən özüm də düşünürəm. Və yaxud da heç o mən deyiləm. Başqa bir kimdirsə mən televizora baxıram və mən belə bir adam görürəm. Bu nə qədər mənim ürəyimi aça bilər, nə qədər keyfimi aça bilər, bəyənə bilərəm. Bəyənirlər. Elə O belə adamları dayansın sakitcə, amma o evlər dağıtsın. Nə danışırsan? Saman altından su yeritsin. O evlər dağıtsın. Heç vaxt elə olmadım da, heç vaxt. Ona görə bu günləri məni sevmirlər. Yəni düz deyirəm, düzdə qalıram. O deyir, bax, bir dənə qoy öz deyim yanaşmamı. Mən bir üzüm var. Mən tərəfdarıyam ki, o deyir 200'lü olub kimisə məni sevməyindən, bəyənməyindən, yataqlanıb belə xoş olmağındansa qoy məni sevməsinlər, sevməyin məni. Yəni mən o tərəfdarıyam. Kim mənim kimi qəbul edərsə, xarakterimi bilib, ürəyimi bilib sevərsə, mənim bir tək üzüm var. Çünki sən bu dəqiqə hansısa mənə eləyərsən, nəsə danışarsan, bəyənmərəmsə birbaşa deyəcəm ona. Ay sağ ol. Düşünməyəcəm, ay Nigarın mən xətrinə dəyərəm. Amma adam da var ki, misal üçün mən özümdən söhbət edirəm. Ümumiyyətlə adam var ki, görürsən ki, insanın içində tamamilə fərq, kameralar yanan kimi o rolə girmələr var. Mən özüm deyirəm, bəlkə bəzən aparıcı kimi mən otururam, sual yadımdan çıxır, baxıram ki, Allahım, mən yəni həqiqətən Hollywood. Mən ona pis baxmıram. Məsəlcə düşünürəm, bu insan Oscara haqq eləyir. Və birdən-birə kamerasında dəyişir. Qalıram belə ki, bilmirəm o reaksiyaya uyğun davranır. Necə bu iki nəfər belə oturub burada? Amma Qumralın tipi elədir ki, onu kameranı gizli saxla, yandır, işıq yansın, xəbər olmasın. Necə orada elə burada elə də görəcəksiniz. Sosial şəbəkələrdə mütləq yazırlar. Ay 100% bunun həyatında filan kəs var. Ay boşandı, ay ayrıldı, ay hellilədi. Ay indi yazacaqlar. Bax bu xəbərlərdə olacaq. Altdan bir rəylərə baxma deyəcəm, amma istəsən bir bax. Yazırlar orada, görəcəksən. Gül çiçək kimi, sanki bəziləri süddən çıxmış ağ qaşıqdılar. Soruşsan, 1000 dənə hoqqadan çıxıblar. Sadəcə ortalıqda yoxdur söhbət. Və bunu yazan adamlara, şəxsən mən səni tanıyan bir adam kimi deyirəm, özüm deyirəm birinci. Mən Qumralı harda görmüşəmsə, həyat yoldaşı ilə görmüşəm. Qumral ancaq evində, işində, uşaqlarının yanındadır. Yəni artıq hərəkəti də yoxdur. Gözə girir, gözəldir, baxımlıdır deyə qadınların bəziləri götürmür ki, axı mənim də belə həyatım ola bilərdi. Xeyr, ola yoxdur. Mənim ərim mən başımı allatdı ki, mənimki mən başımı allatdı ki, sən eləmə. Çünki xərci çıxacaq, narahat olacaq axı. Sən eləmə, bu pisdir. Mənim başımı alladıb, amma bunu heç kəs aldatmaq da istəməyib. Yanında dəstək çıxıb. Çünki Natiq sənə dostdur həm də. Əlbəttə ki. O qadınlara buradan, hansılar ki, həmin sırf o səni tənqid edəcək qadınlaradır bu. Çünki dəstək də olanlar çoxdur. Qurban olaram o yaxşı insanlara, o başqa. Amma bilmədən, rəy bildirib də, bilmədən bir ailəyə söz salmaq istəyənlərədir sözüm. Bax, o qadınlara nə deyərdin? Qadınlarımız fərqlidir təbii ki. Çünki həyatda hamısı məni sevir. O qədər mehriban biz auradayıq, yəni getdiyim yerlərdə. Amma bu kommentdəki olan şərh yazan xanımlara da sözüm ki, hansı ki bir mənalı olaraq çoxsu, bəziləri deyək, çoxsu deyək, nə bilmirəm. Bəli, tənqid, mənim yerimi artıq boşayırlar, alırlar, verirlər, evimi yaşayırlar. Yoldaşıma nəlayiq sözlər yazırlar və bəylər də var. Çox heyf ki, sizə mən kişi kimi baxmıram heç, yəni bunu da biləsiniz. Çünki kişi dediyim bəndə girib orada şərh yazası qədər cılız, aciz ola bilməz. Siz gör nə qədər zəifsiz ki, dəxilsiz. Sən özün kişisənsə, hansısa bir kişiyə necə mənasız, bir mundar bir şey yaza bilərsən.
Demək ki, sən özün artıq getmisən. Yəni Allah şəfavi versin. Qadınlar da belədir ki, yenə deyirəm, gözəlliyin başıma bəladır. Tək belə yox. Mən ona görə hamıdan uzağam, yəni qaçıram. Belə deyim də, birinin bir yanında sevgilisi varsa, bacı, elə bilir ki, yeyəcək. Toya gedirsən, ola bilər bəy mənə də yoldaşı biri gətirər, bir məbləğ verər. Mən müğənniyəm də, oxuyuram. Bu xoş olur mənim üçün ki, təbii ki, mən oraya oxumağa getmişəm. İndi misal üçün deyirəm, 1000 olmasın, 1000-in üstü 200 də düzəlsin, o mənə yaxşıdır da. Oy, vay, bunu verdisə vəssalam, qan düşür o toyun ortasında. Olub elə bir şey, Orada yəni. artır, burada artır yoldaşın. Mikrofonda məcbur qalıb deyirəm ki, hamının yoldaşı özünə qismət. Ay xanımlar, mənim də yoldaşım var. Bu nədir belə? Elə Mən bir kimi hadisə olubmu? axtarmağa gəlmişəm bura? Ayıbdır. Əlbəttə olub, gözümün Ən qabağında. belə elə qəribə hadisə hansı olub? Qəribəsi odur ki, yoldaşların dartışdırırlar da, yəni güya ki, mənim yanımda oynamasın, baxmasın, pul verməsin. Elə bir müğənnilər də olur ki, bəzən onun ətrafı yaxınıdır. Tutaq ki, sənin dostun var, o məclisə məni çağırmısan və sənin dostun sənə yox, mənə pul xərcləyəndə sən qıcıq olursan. Hə, sabah ikinci məclisində mən olmuram. Belə şeylərlə çox Bax, rastlaşıram. məclislərdə ən qəribə məclis ki, sənə görə yəni qısqanclıq səbəbindən nə Mən baş verir? aynı gər hara gedirəm bunu görürəm. Ən qəribəsi hansıdır? Bilirsən necə, heç tək yoldaşlarından yox. Bax, müğənni dostlarımız olsun, xanımlar. Mən görəndə abu hava dəyişir. Sırası girirlər telefona. Danışmırlar, dinmirlər, oynamırlar. Bilmirəm. Sanki belə mən demişəm də məni görən əxlaq söhbətlərinə girir. Namus söhbətlərinə Deyir, girir. əxlaqdan Mən özünü danışanda ağla birinci qadın gəlirsə, bunu elə ən əxlaqsız adam eləyər. bilirsiniz niyə? Mən bilirlər də indi hamı ki, camiyə də ailəli xanımam. Mən girəndə o bəzi sıxıntıları olan xanımlar var da, bilirsən nə demək istəyirəm. Mən elə adamları qınamıram heç vaxt. Çünki deyir o qınamadığını, yəni yaşamasan, ölməsən, heç ölmək lazım deyil, bu dünyada yaşayırsan. Mən qınamıram. Sadəcə nəyə qınayıram hər zaman? Bunu yaşadığını biz bilirik. Kimlərdən kimə keçdiyi də, yəni oynayır. Dövrü, yəni. Bir şey olar, ona qonur, o balı çəkir. Onda artıq Sonra quruyanda o birinə. bitir, gedir qonur o birisinə. Bu indiki show biznes xanımları belədir. Quruduqca, o quruyana qədər çəkir, qurudur oranı, sonra keçir o birisinə. Amma məni uyandıran odur ki, bunu hamı bilir də, ay bacı. Day bu adların siyasını da bilirik biz. Amma Çıxıb nə o səbəbdən? efirdə nədir sizi məcbur edən ki, siz özünüzdən çox böyük, çox belə əxlaq namus dərsi keçirsiniz hamıya. İstəmirsən o anda bizə Ay içimdən qıcıq oluram. Sən partlayır adam ki, sən də danış, misal üçün deyirəm, mən də danışım. Bir dəfə efirlərin birində qayıdıb xanım mənə deyir ki, özünü mələk kimi aparma, hamı səni də tanıyır, məni də. Görün bu nə qədər ucuz, mədəniyyətsiz, etikası olmayan bir xanımın sözü ola bilər. Mən belə başa düşmədim. Elə bir şərait yarandı ki, özümdən şübhə eləməyə başladım ki, qarşımdakı həqiqətən ev xanımıdır, mən də küçə xanımıyım. Bilirsiniz, nə vəziyyətdir? Deyir, oğru elə qışqırdı, bağırdı ki, doğrunun qəlbi partladı, ürəyi partladı. Yəni ki, biz hal-hazırda onu yaşayırıq. Hamı da çıxıb bir-birini bəyənmir, o ona daş atır, bu buna. Eyni tayfasız da, eyni işlər baş verir hamıda. Niyə? Kim kimi bəyənmir? Mənə o maraqlıdır. Kim kimi bəyənmir? Bəyənməyən adətən bu deyir, o camiyyədə. belədir, bu deyir, getsin özünə baxsın, o deyir, onu belə tutdu. Hamınızda var da bu şey. Biriniz fərqlisinizsə, onda danışın. Dost tanış deyirlər. Bu günləri bilirsiniz, çox qorxuludur. Bir-birinə misal üçün deyirəm, bir şokolad alıb verdisə, sabah mütləq şəkildə onun qarşılığını istəyir səndən, bu bir. İkincisi, aran dəydisə, həmin an deyəcək, mən ona şokolad almışdım. Unutmasın, mən ona şokolad almışdım. Az bu da eləmirsən də. Deyilən yaxşılığı niyə təkrar edirsən? Onda sən burada biri süfrə açır, bilir ki, nəyisə görə açır. Bu gün bura qumral gələcək, bu süfrəni açıram, bunun arxasında başqa şeylər durub. Bu camiyyədə rəfiqən olub? Yox. Heç vaxt. Yoxdur. Allah eləməsin deyirəm. İstəmirəm heç vaxt. Bilirsən, qorxuram. Hər şeydən qorxuram, hər şeydən şübhələyirəm. Biri mənim yoldaşıma yaxınlaşıb, hətta oynayanda, məclisdə olur da, biz də gedirik sənət camiyyəsinin, show biznesinin ad günü olur, toy günü olur. Mənim içimdə qəribə bir hisslər baş verir ki, Çünki bunlar bilirsən. inada nəsə eləmək istəyər də, başa düşürsünüz. Çünki bilirsən nələr baş verir. Həm də mənə inadmı, məni bəlkə qıcıq etmək üçünmü, bilmirəm. Gəlib yanında oynayırlar, nəsə belə, hətta belə bir şey olub, adını çəkməyəcəm. Çox sevirsən Natiqi. Gəlib, mən qısqanc olma bir nömrə qadınlardanam. Mən qısqanclığım
Mən istəyimdən nifrətimə çox az bir addım var. Yəni nə qədər istəyirəmsə, həmin an silirəm Nigar. Nifrətimi bloklayıb qoyuram qırağa həmin adamı. O hadisə dedim, bir dəfə belə bir şey baş verib. Nə olmuşdu? Bax, bir dənə bir şey baş verib, adını deməyəcəm kimdir. Natiqin qarşısında oynayır, hətta mənə belə eləyir. Deyir ki, sən dur qırağa. Hər yerdə bir yerdəsiz də, yəni ki, bezmədiniz bir-birinizə, biraz da mənlə oynasın. Mən də yoldaşımla indi oynayır, mən burada nə deyə bilərəm ki? Başa düşürsüz? Nə deyə bilərəm, nədir? Yox, mən heç nə demədim. Güldüm, elə mən də qıraqda oynadım. Baxdım sadəcə ki, nə yaxşı ki, hələ ki mən yaşayıram, sağam, dilim, dilçəyim, gözəlliyim. Gör mən cılız, dəxilsiz bir, belə deyim də, baxımsız, adsız, sansız bir insan olsaydım, gör mən nə günə qoyardılar. Hələ gözümün qabağında, gözüm görə deyir. Bəlkə çox qadının da elə Natiqdə gözü var, nə bilim, həyatda da. Niyə də yox, yazırlar da yəqin Instagramda. Yazmağı bilmirəm, çox girmirəm telefonuna. Şifrəsini bilirsən Natiq? Hə, niyə bilmirəm? Məndən gizlədə bilər o nə isə. Heç elə olur. Bir də görürsən gecənin bir yarı beynimə vurur ki, dur telefonunu götür bax. Götürüb qurdalayırsan. Hə, qurdalayıram, niyə qurdalamayım ki? O mənim vəzifəmdir. Qəşəng. Hətta elə şeyləri qurdalayıram ki, düşünürəm bəlkə onun içində o var. Onun içindən nəsə çıxar. Elə bir anlar da olur. Qadınıq da, şübhəliyik. Düz edirsən. İndiki zamana qorxuludur, pisdir, yanında dost dediyin, bacı dediyin, rəfiqə. Hamı fərqi yox da bu xanım. Bəy də ola bilir. Bəy gəlir sənin yoldaşına qardaş deyir, dostluq eləyir, sonra sən arvadına göz qoyur. Bu şeylər də var indiki dövrdə. Çox pis durumdayıq. Sonra heç bir-birinin xanımı olmasa da, tutaq ki, məclisdir də, bu bəyin yanında bu xanım gəlib. Mən görürəm bunu. Bir də görürəm bu bəyin yanında başqa xanım da oturdu. Sonra belə çıxır ki, bu bunun rəfiqəsi idi, bu var idi, bunun sevgilisi idi. Sonra artıq bu getdi, pabucu atıldı dama, orada opsiyon sevgilisi. 2 saniyədə. Mən öz-özümə əlim belə üzümdə qalır. Deyirəm, ey zamanə, gör nə qədər biz belə ucuz dövrə gəlib çıxmışıq ki, hətta bunu xanımlar özləri qəbul edir. Nə var, 5 manat pul qazanırlar. Olmaz, valla, bu şəxsiyyət səviyyəni, xanımlığı qoruyub saxlamaq lazımdır. Həqiqətən də çox Nə razıyam. var? O pul nədir axı? Pula görə siz özünüzü belə ucuz tutursunuz. Doğrudan elə. Həqiqətən. Gedib qab yuyub pul qazanaram, inansan Nigar. Başım dik, alnım açıq. 3 qazanaram, 4 qazanaram, amma bilərəm ki, mən əyilmirəm heç kimi. Bu nə də? Bu nə durumdur? Klonluğa qoyublar özlərini. Bax, bütün bugünkü Qumralla çıxışımızda gördüyünüz kimi mən hətta bugün gündəmdə olan qalmaqalı belə müzakirə etmədim. Qətiyyən girmədim bu mövzuya, sübut eləmək üçün ki, qalmaqalın özü gəlir Qumrala yapışır. Qumralın özü qalmaqal eləmir. Amma mən əminəm ki, bu verilişdən elə bir məqamlar oldu ki, bunlar yenə sosial şəbəkəni zəbt eləyəcək, yenə müzakirə olacaq. Mən hardayamsa bacı, mümkün deyil. Sırf buna görə mən hətta bura gələndə dedim ki, mən qətiyyən qalmaqala girməyəcəm. Sırf sübut eləyim ki, bu Ulduz xanım hara getsə, orada söz söhbətdir. Çünki ya bu söz söhbəti eləyəcəklər ona paxıllıq eləyənlər, ya da onu eləyəcəklər onu gözləri götürməyənlər və niyə gözləri götürmür? Çünki yenə də elə birinci dediyim kimi paxıllıq eləyirlər. Evet. Səbəb budur. Qumralı mən tanıyıram, Natiqi tanıyıram. Gözəl bir ailələr var, möhtəşəm bir ailələr var. Çox xoşbəxtdir. Qumralın artıq bir hərəkətini də görməmişik. Qumral, amma izlə, əminəm ki, dediyim fikirlər dürüstcəsinə səsləndiyi üçün yenə də bu söz söhbətlər olacaq. Yenə yazanlar yazacaqlar. Bacı, yazılıb artıq. Ay sağ ol. İlk şərh artıq burada yazılıb. Biz qalmaqalı necə özüyük də. Yəni biz siz heç nə deməsəydi, artıq varlığımız söz söhbət yaradırsa, bunun günahı məndə deyil axı. Demək ki, nə isə əldə edib və biz yenə görüşəcəyik. Bir neçə veriliş sonra təkrar Qumralına.